Mingəçevir Dövlət Universitetində son nəfəsə qədər sənədli filminin təqdimat mərasimi baş tutdu. Yevlax rayonunun Xanabad kəndində dünyaya göz açan 44 günlük vətən müharibəsinin şəhidi İntiqam İlqaroğlu İsmailova həsr olunan filmin təqdimat tədbirində ərazi bütövlüyümüz uğrunda canını fəda edən igidlərimizin əziz xatirəsi yad edildi. Əvvəlcə çıxış edən El Televiziyasının baş direktorunun yaradıcılıq məsələləri üzrə müavini Rəna İbrahimova universitetin tələbə və müəllim heyətinə film haqqında məlumat verdi. El Televiziyasının istehsalı olan ekran işinin şəhid İntiqam İsmailovun qəhrəmanlıqla keçən döyüş yoluna işıq saldığını diqqətə çatdırdı. Daha sonra söz alan elə Mingəçevir Dövlət Universitetinin məzunu olmuş 44 günlük vətən müharibəsinin şəhidi Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdi. Canını vətənin yolunda qurban verən igidlərimizin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvər ruhda inkişaf etməsi üçün belə filmlərin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. El Televiziyasının əməkdaşı, filmin ssenari müəllifi və rejissoru Elgiz Mahmudov, şəhid İntiqam İsmailovun ərazi bütövlüyümüzün düşmən tapdağından azad olunması istiqamətində göstərdiyi igidliyin gələcək nəsillər üçün nümunə olacağını dedi. Filmin çəkilişləri zamanı şəhidin həyat və döyüş yolu ilə tanış olarkən keçirdiyi hissləri dilə gətirdi. Daha sonra sənədli filmin təqdimatı oldu. Şəhidin valideynləri, tələbələr, müəllimlər və tədbirə qatılan digər qonaqlar filmi böyük maraqla izlədilər. Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri bu cür filmləri qəhrəmanlarımızın tanıdılması və onların gənc nəslə örnək olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyirlər. Düşünürəm ki, bu film qəhrəmanlıq və məğrurluq baxımından çox uğurlu ərsəyə gəlmiş bir film idi. Eyni zamanda burada yalnız bir şəhidin taleyini deyil, həm də bir xalqın uğur və qəhrəmanlıq nümunəsini seyr etmiş olduq. Bu baxımdan filmin ərsəyə gəlməsində əziyyəti olan bütün komandanı təbrik eləmək istəyirəm. Bu filmə baxdıqca həm kədərləndik, həm qürurlandıq. Çünki yəni şəhidlərimizin qanı ilə yazılan tarix heç vaxt unudulmayacaq. Yəni bizim də vəzifəmizdir ki, bu tarixi bizdən sonrakı nəsillərə də ötürək. Filmi izlədim. Film çox təsirli idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Arzum budur ki, gələcək illərdə də belə filmlərin ardı gəlsin. Şəhidlərimizi unutmayaq. Bu film mənə çox təsirli oldu. Çünki mən bir Qarabağlı olaraq, Qarabağın alınmayan bölgələrində yaşayan biri olaraq o hissləri bir çoxunu yaşamışdıq, o görüntülərin bir çoxunu yaşamışdım. Amma ki, indi onları gördüm, o günləri xatırladım, çox qürur hissi yaşadım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yaşadıqlarının bir nəbzə də olsa şahidi olaraq deyirəm ki, Allah analarına, atalarına səbir versin. Həm itirdik, həm qazandıq və bu 44 gün içərisində biz bir çox şey öyrəndik. Mən özüm də həmçinin tərtərliyim və o ağır mühitin nə dərəcə bizə bağışladığı təsirləri azdan çoxdan bilirəm, itkiləri, şəhid analarının qarşısında baş əyirəm ki, belə igid və belə qəhrəman övladları yetişdirib, oğullar yetişdirib. 1996-cı ildə anadan olan Son nəfəsə qədər sənədli filminin qəhrəmanı İntiqam İsmailov Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhadətə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və vəzifə borcunu şərəflə yerinə yetirən İntiqam ölümündən sonra vətən uğrunda Şuşa, Kəlbəcər və Xocavəndin azad olunmasına görə medalları, eyni zamanda 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Rəhman Əsədov, Şaban Zəfərov, Mingəçevir.